Sabahınız xeyir, gününüz aydın olsun. Yeni bir videomuza, vlogumuza hoş geldiniz. Sizi çoxdandır bu gözəllərimlə salamlamırdım. Buna baxın, Kitayski rozam açıb. Elə gözəl, mükəmməl açır ki, içərisindən baxın, qat-baqat. Çox qəşəng açır, çox. Heyif ki, ömrü azdır, mən istəyirəm ki, çox qalsın. Amma bu il çox xeyli açdı da, yəni hər dəqiqə açdı demək olar ki. Baxın, çox qəşəngdir. Oy. O qədər ağır, qalın açıb ki, baxın, üzü aşağı sallanır. Özünü saxlaya bilmir. Hələ burada biri də var. Bala açacaq yenidən. Ay, belə başqa. Bu da qəşəng canlanır. Hansı ki, ölmüşdü, tamam. Amma, gül açıb heç görməmişəm. Buna baxın, sizlə bərabər gördüm. Bu da gül açıb, ana ürəkdir də bunun adı. Bu gülü çox sevirəm. Bizdə həmişə olub qədimi güldür. Ana ürək. Baxın, açıb, qəşəng açıb bu da. Bu da saralmışdı, günəş saraltmışdı. Bu soyuğu, sərini çox sevir. İndi amma özünə gəlib. Bunlardakı heç bilirsiniz. Buna bakın, buna bakın. Bunu da yerə düşürtmüşəm. Baxın, bu da burada açıb. Hamısı sırayla aşağı yığmışam bunları. Polkaya. Bu da hansıdır? Bunu çölə çıxartdım. Evdə yadınızda da ölmüş deyə təzdən qıraq bucağını kəsdim. Bir dənə kök saxladım. O kökdən də belə əmələ gəldi. Bunun da çiçəkləri belə bu formadadır. Üstləri tozlu, yağ yuyulur, su vurulur, yağış yağır. Ona görə bu gülü də çox sevirəm. Bu dipçəyi də qəşəngdir. Bu çiçək açdığını görməmişəm. Bu açır məndə, qırmızı xırda-xırda çiçəklər açır. Amma birisinin çiçək açdığını görməmişəm. Üstləri yuyuram, sonra toz olur. Evə gedəndə, evə salanda ucu tamamilə yolacaq. Ne qəşəngsən sən, sən nə gözəlsən. Çox qəşəngdir, Allahımın möcüzəsi. Bu da ana ürəyidir. Elə qəribə inkişaf eləyir. Baxın. Çox. Bax, bu buradan bir dənə zox belə çıxıb. Heyfim gəlir, başında mıçır var, qırmağa. Belə uzanıb gedib, öz-özünə belə olur. Bilmirəm də ki, niyə. Su da verirəm, elə çox da vermirəm. Nə bilim, bilmirəm niyə. Belə yavaş-yavaş girək içəri, yemək bişirək. Daha sonra, nə bilim, işlərimizi görək, alışverişə də getməliyəm. Başlamışam yenə yeməyimə. Deməli, bugün menyuda supdur. Düyü supu bişiririk. Hamısını belə doğramışam. Başım üstünüzə sağlıq, çox pis ağrıyır, bilmirəm niyə. O qədər də belə yemək nazı ilə oynayası bir şeydir. Necə deyim, halım yoxdur. Həm də anam özü də dedi ki, sup istəyirəm. Ürəyimə düyü supu düşüb. Sup bişir. Deməli, kök, kartof, soğan, hamısını doğramışam. Yağ əlavə eləmişəm. Bunlar qəşəng öz-özünə qovrulsun. Düyümü də belə yudum gətirdim. Qovrulsun. Daha sonra tomat, sarı kök, duz istəyir. Hamısını əlavə eləyəcəm. Düyüsünü də əlavə elədim. Biraz da düyü qovrulsun. Daha sonra tomatını əlavə eləyəcəm. Deməli, Azərbaycanlı olduğunu demədən göstərib baxırıq videolarda. Mən də indi onun kimi tomatın dibində qalır. Buna görə su tökdüm ki, yapışıb qalmasın da, açılsın. Belə qoy görüm, çox olsa birazdan saxlayım. Belə qəşəng suyunu əlavə elədim. Rəngi yaxşıdır, biz onsuz da tünd sevirik. Biraz da əlavə eləyim. Pis. Biraz da adi su əlavə eləyəcəm. Qaynasın. Belə qaynanmış sudur suyum. Sonradan əlavə elədim, amma soyuqdur. Səhərin suyu. Səhər yəni çaydan qaynamağa qoyanda götürmüşdüm ki, yeməyə tökərəm qaynanmış suyu.
Subumuz bişdi, belə hazır oldu. Göyərtidə şüyüd, bir də keşniş doğradım. Belə baxın, nə qəşəng oldu sub. Əsl xəstə subudur. Qəşəng. Hər şey var, bütün tərəvəzlərdən var. Bol vitaminli. Belə bu telefonun yenidir deyənə rənglərini tam ayarlamamışam, amma buradan tamam fərqli rəng görsənir və çox dadlı bir yemək alınıb. Belə ağzını örtək. Kiçik bir alışverişdə etdim. Uşaqları məktəbdən gətirəndə Araza girmişdik. Deməli belə 15 dənəli yumurta almışam. Daha sonra 2 dənə çörək. Daha sonra belə səhər sosiskası ondan aldıq. 5 manatlıq deyəsə. Daha sonra belə konfet. Qəşəng Maluç'un konfetdir. Sonra belə nadıl. 6 dənə almışdıq. Üçün uşaqlar yeyib. Ondan daha sonra makaron. Sonra göyərti 15 dəstə. Bir də nar. Baxın narın böyüyünə. Göyçay narı. Bu qədər evə 2 kilo yarımdır. O qədər böyükdür yəni. Daha sonra fidan oradan kömək edir. Belə bir bunları mən almışdım. Amma bu konfeti mamam işdən gələndə alıb. Bu İran halvası. İran halvası. Daha sonra belə simiçka halvası. Çoxdan da yemirdik. Ondan sonra nə almışam? Belə bir çoxdan da istəyirdik. Yaşıl mərci. O qədər bahadır. 3.54 manatdır kilosu. Ondan sonra daha sonra belə bir dənə də çörək. Təndir çörəyi. Yenə göyərti. Ay doldu. Belə qap simi. Belə. Ondan sonra 1 kilo qriçka. Daha sonra bir də belə bir şey çıxıb təzə. Mən bilmirdim, heç vaxtda almamışdım. Toyuq döş ətinin çəkilməsi. Dəri falan deyil də, yəni dəri olsa ağ olar. Sırf ətdir. 1 kilo da bundan aldıq. Yoxlayaq görək kotlet falan necə olacaq. Yəni heç indiyənə qədər almamışdım. Belə. 1 kilo da bundan. Bu qədər. İndi yavaş-yavaş əynimizi soyunaq. Bugün artıq məktəbin son gündür. Paltarlar yuyulmalıdır, bütün işlər görülməlidir. Bir yerlərdə videoda görüşərik. Bir də yoldaşım belə zeytun alıb. Bunu sizə göstərim. Bu qədərin indi bu tadım testində yemişik. Baxın, biz zeytun uşaqlar xoşlayır. Zeytun elə bil alçadır da, bir dənə göyçə alçası boydadır. Bəlkə də videoda yaxşı düşmür. Baxın. Göyçə alçası boydadır. Boşqab gətir bir dənə. Buna baxın, nə boydadır. Sortu belədir. Zeytunun öz forması. Baxın. Çox qəşəngdir. Yağlı zeytundur özdə. Yeyirsən adamın ağzı yağ olur. Buna baxın. Belə bankası 15 manata. Belə. Baxın. Görün nə qəşəngdir. Dedim bunu da göstərim sizə. Bu sortu heç mən görməmişdim. Belə böyük sort. En azı bu qədər.